Xeyir olsun. Bugünkü dərsimiz dövlət bayrağının istifadəsi qaydaları haqqında qanundur. Diqqətlə qulaq asın və bu cür videoların davamlı olaraq paylaşılmasını istəyirsinizsə, kanalıma abunə olub bildiriş butonunu açıq saxlamağı da unutmayın. Deməli, yoldaşlar, Azərbaycan Respublikasının vətəndaşları, habelə Azərbaycan Respublikası ərazisində olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər dövlət bayrağına hörmətlə yanaşmalıdırlar. Azərbaycan Respublikası onun ərazisindən kənarda, hüdudlarından kənarda dövlət bayrağı barəsində təhqiredici hərəkətlərin qarşısının alınması məqsədi ilə beynəlxalq hüquq normalarına uyğun olaraq tədbirlər görür. Azərbaycan Respublikası əhali arasında dövlət bayrağının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ edilməsi, gənc nəslin dövlət bayrağına hörmət ruhunda tərbiyə edilməsi məqsədi ilə bir sıra tədbirlər görür və dövlət bayrağı qaldırılarkən, asılarkən Azərbaycan Respublikasının dövlət himninin mütləq ifa edildiyi hallar dövlət himnindən istifadə qaydaları haqqında qanunla müəyyənləşdirilir. Deməli, yoldaşlar, əsas nüansları diqqətinizə çatdırım. Dövlət bayrağının daimi qaldırılmalı olduğu yerlər var. Bu yerlər hansı yerlərdir, yəni hansı orqanlardır? Deməli, yoldaşlar, Prezident sarayının və dövlət iqamətgahlarının üzərində Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Ali Məhkəmənin, Məhkəmə Hüquq Şurasının, Mərkəzi İcra Hakimiyyəti orqanlarının, yəni Azərbaycan Respublikasının Mərkəzi İcra Hakimiyyəti orqanlarının, Azərbaycan Respublikası Yerli İcra Hakimiyyəti orqanlarının binaları, həmçinin Prokurorluğun, Mərkəzi Bankın, Hesablama Palatasının, Mərkəzi Seçki Komissiyasının, Sərhəd Nəzarət Buraxılış Məntəqələri və Sərhəd Zastavalarının binaları üzərində, Ambudosmanın binasında, Naxçıvan Ali Məclisinin, Naxçıvan Nazirlər Kabinetinin, Naxçıvan Ali Məhkəmənin, Naxçıvan Mərkəzi İcra orqanlarının, həmçinin Naxçıvan Yerli İcra Hakimiyyəti orqanlarının binalarında daimi olaraq dövlət bayrağımız qaldırılır. Yoldaşlar, bayrağın daimi qaldırılması ilə adicə qaldırılması ayrı-ayrı anlayışlardır. Deməli, yoldaşlar, Azərbaycan Respublikasının dövlət bayrağı diplomatik nümayəndəliklər və konsulluqların binaları üzərində, habelə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqlarının başçılarının iqamətgahları üzərində beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır. Yəni, bütün hallarda deyərsə, bu binaların üzərində bayrağımız qaldırılır və yaxud daimi qaldırılır deyərsə, bu yanlışdır. Yalnız beynəlxalq hüquq normalarına və diplomatik protokol qaydalarına uyğun olaraq qaldırılır. Azərbaycan Respublikasının dövlət bayrağı Ticarət Gəmiçiliyi Məcəlləsinə uyğun olaraq gəmi reyestrlərindən birində qeydiyyata alınmış gəmilərin üzərində qaldırılır. Amma daimi qaldırılmır. Diqqətli olun. Deməli, yoldaşlar, dövlət bayrağı sərhəd nəzarət buraxılış məntəqələrinin və sərhəd zastavalarının binaları üzərində daimi qaldırılır. Yadınıza saxlayın. Sərhəd zastavalarının binaları üzərində, sərhəd nəzarət buraxılış məntəqələrində daimi qaldırılır bayrağımız. İndi hərbi xidmətdə sərhəd qoşunlarında olanlar bunu daha yaxşı bilər. Yəni, sərhəd nəzarət buraxılış məntəqələrində, zastavaların üzərində bayraq daimi olaraq qaldırılmalıdır və qaldırılır. Deməli, yoldaşlar, Azərbaycan Respublikası dövlət bayrağı silahlı qüvvələrin, həmçinin də başqa silahlı birləşmələrin hərbi hissə və hərbi gəmilərində aşağıdakı hallarda qaldırılır. Hərbi and içmə mərasimində, bayram günlərində, hərbi hissələrə və yaxud hərbi gəmilərə dövlət mükafatları təqdim olunduğu halda, həm də hərbi hissələr, bölmələr və yaxud da hərbi gəmilər xarici dövlətin ərazisində, ərazi sularında olduqda dövlət bayrağımız qaldırılır. Amma daimi qaldırılmır. Yəni, sırf bu xüsusi günlərdə qaldırılır. Amma başqa günlərdə yox. Dövlət bayrağı Azərbaycan Respublikası silahlı qüvvələrinin və həmçinin də silahlı birləşmələrin hərbi hissələrində, onların qərargahlarının binalarında, hərbi gəmilərində, hərbi dəniz qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq qaldırılır. Yəni, belə deyim də, silahlı qüvvələrin və başqa silahlı birləşmələrin hərbi hissələrində hərbi nizamnaməyə uyğun olaraq, amma hərbi gəmilərin üzərində isə hərbi dəniz qüvvələrinin gəmi nizamnamələrinə uyğun olaraq bayrağımız qaldırılır. Deməli, yoldaşlar, xarici dövlətin bayrağı altında üzən gəmi Azərbaycan Respublikasının daxili sularında üzərkən, yəni Xəzər dənizinin ara mənsub olan bölməsində üzərkən və yaxud da
Azərbaycan Respublikası limanında dayanarkən öz bayrağı ilə yanaşı beynəlxalq dəniz adətlərinə uyğun olaraq bizim dövlət bayrağımızı da qaldırmalıdır. Deməli yoldaşlar, indi isə qeyd eləyək. Deməli dövlət bayrağının daimi yerləşdirilməli olduğu, daha doğrusu yerləşdirilməli olduğu yerlər var. Baxaq görək dövlət bayrağımız harada yerləşdirilir. Deməli yoldaşlar, dövlət bayrağımız Milli Məclisin iclas salonunda, iclas salonu deyərkən orada nazirlər və daha doğrusu deputatlar ki, orada bir böyük bir zalda əyləşirlər. Bax o zalı nəzərə tutur. Milli Məclisin iclas salonunda, prezidentin iş otağında, ha belə prezidentin iştirakı ilə rəsmi tədbirlərin keçirilməsi üçün nəzərə tutulan salonlarda və otaqlarda, məhkəmələrin iclas salonunda, Milli Məclisin sədrinin otağında, Baş nazirinin otağında, Konstitusiya Məhkəməsi sədrinin iş otağında, Ali Məhkəmə sədrinin iş otağında, Məhkəmə Hüquq Şurası sədrinin iş otağında, Baş prokurorun iş otağında, MİHO rəhbərlərinin iş otağında, Azərbaycan Respublikası diplomatik nümayəndəlikləri və konsulluqları başçılarının otağında, Mərkəzi Bankın sədrinin otağında, Mərkəzi Seçki Komissiyasının sədrinin otağında, Hesablama Palatası sədrinin otağında, Ombudsmanın otağında, həmçinin diplomatik nümayəndəliklər və konsulluqların başçılarının iş otaqlarında dövlət bayrağımız yerləşdirilir. Həmçinin Naxçıvan Muxtar Respublikasının Ali Məclisi sədrinin iş otağında, Naxçıvanın baş nazirinin iş otağında, Naxçıvanın Ali Məhkəmə sədrinin iş otağında, bir də Naxçıvanın mərkəzi icra orqanları rəhbərlərinin otağında dövlət bayrağımız daimi yerləşdirilir. Deməli yoldaşlar, dövlət bayrağı prezidentin, dövlət nümayəndə heyəti rəhbərlərinin xidməti vəzifələrini yerinə yetirərkən diplomatik nümayəndəliklərin və konsulluqların rəhbərlərinin nəqliyyat vasitələri üzərində yerləşdirilir bayrağımız. Deməli yoldaşlar, dövlət bayrağı qanunvericiliklə müəyyən edilmiş hallarda, qanunla yox, qanunvericiliklə müəyyən olmuş hallarda və qaydada and içmə mərasimi keçirilən yerlərdə yerləşdirilir. Amma daimi yerləşdirilmir. Deməli yoldaşlar, dövlət bayrağının təsviri beynəlxalq uçuşları həyata keçirən mülki hava gəmilərinin, həmçinin də hüdudlarımızdan kənara uçuşlar üçün istifadə olunan hərbi nəqliyyat hava gəmilərinin üzərində vurulur. Dövlət bayrağının təsviri Dövlət Sərhəd Xidməti sərhəd gəmilərinin və qayıqlarının fərqləndirici nişanı kimi istifadə olunur. Azərbaycan Respublikası dövlət bayrağının təsviri dövlət mükafatlarımızın, həmçinin qanunvericiliklə nəzərdə tutulmuş hallarda rəsmi döş nişanlarının elementi kimi də istifadə edilə bilər. Deməli yoldaşlar, Azərbaycan Respublikasının dövlət bayrağı bələdiyyə orqanlarının, yəni yerli özünə idarə orqanlarının, həmçinin qeyri-hökumət təşkilatlarının, müəssisələrin, idarələrin binaları üzərində, həmçinin yaşayış evləri üzərində qaldırıla və yaxud da asıla bilər. Yoldaşlar, dövlət bayrağı yerli özünə idarə orqanları, qeyri-hökumət təşkilatları tərəfindən keçirilən hər hansı bir tədbir zamanı qaldırıla, asıla bilər və yaxud da yerləşdirilə bilər. Həm qaldırıla bilər, həm asıla bilər, həm də yerləşdirilə bilər. Dərs ilinin birinci günü təhsil müəssisələrində dövlət bayrağı qaldırılır, asılır və ya yerləşdirilir. Deməli yoldaşlar, Azərbaycan Respublikasının dövlət bayrağı dövlət hakimiyyəti orqanları tərəfindən keçirilən rəsmi tədbirlər zamanı və mərasimlər zamanı qaldırılır, asılır və ya yerləşdirilir. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş və yaxud da müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan, elan olunan daha doğrusu matəm günlərində, yəni prezident tərəfindən elan olunmuş matəm günlərində dövlət bayrağı dəstəyinin və dirəyinin yuxarı hissəsinə eni 10 sm olan qara lent bərkidilir və ya dövlət bayrağı bayraq dirəyinin yarısına qədər indirilir. Azərbaycan Respublikasının vəfat etmiş, həlak olmuş vətəndaşlarına hərbi ehtiram göstərilməsi ilə əlaqəli dövlət bayrağının istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı, yəni Nazirlər Kabineti tərəfindən müəyyən olunur. Deməli yoldaşlar, dövlət bayrağı qeyri-hökumət təşkilatlarının, həmçinin siyasi partiyaların, müəssisələrin, idarələrin bayraqları ilə birgə qaldırılarsa, asılarsa və yaxud da yerləşdirilərsə, həmin bayraqların ölçüsü Azərbaycan Respublikası dövlət bayrağının ölçüsündən böyük ola bilməz. Dövlət bayrağı Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı və həmçinin də digər dövlətlərin bayraqları, ha belə
beynəlxalq təşkilatların, siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və idarələrin bayraqları ilə bircə qaldırılarsa, asılarsa və ya yerləşdirilərsə, qarşıdan baxıldıqda dövlət bayrağımız həmin bayraqlardan solda olmalıdır. Deməli, yoldaşlar, dövlət bayrağı və onun təsviri onların ölçülərindən asılı olmayaraq, Konstitusiyada və dövlət bayrağının təsvirinin təsdiq edilməsi haqqında Konstitusiya qanununda müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Yoldaşlar, dövlət bayrağı bütöv olmalıdır və solğun görünməməlidir. Dövlət bayrağı və bayraq dirəyi və yaxud da xüsusi tutqacılara bərkidilən dəstək üzərində qaldırılır. Həmçinin dövlət bayrağı elə qaldırılmalıdır ki, onun parçasının aşağı tərəfi yerdən azı 3 metr hündürlükdə olsun. Deməli, yoldaşlar, dövlət bayrağı masaların, həmçinin də kürsülərin üstünə örtü kimi sərilə bilməz, oturulan və ya ayaq basılan yerlərə qoyula bilməz. Qadağandır. Dövlət bayrağının bu qanunun tələblərinə zidd istifadəsi, yəni dövlət bayrağından istifadə qaydaları haqqında qanuna zidd istifadə olunması, həmçinin də dövlət bayrağı barəsində təhqir edici hərəkətlər qanunvericiliyə uyğun olaraq məsuliyyətə səbəb olur. Bura qədər yoldaşlar, növbəti dərslərdə görüşənə qədər hələlik sağ olun.